Rəng və qradientdən sonra gəlin baxaq Photoshopda yeni bir fayla, yeni bir layerə pattern'i, yəni təkrarlanan naxışı necə verə bilərik. Eyni solid color və gradient verdiyimiz kimi bunların əmioğlusu olan pattern bölməsinə daxil olaq və normalda biz pattern deyəndə adətən bir dizaynda istifadə olunan hansısa sadə qrafik formalar, xəttlər, ta ki dekorativ hansısa sadə elementlər ağlımıza gəlirsə, Photoshopun dünyasında nə üçünsə bu patternlər gül-çiçəkdən başqa bir şey deyil. Çünki fikir versəz, cəmi 3 kateqoriya var. Onlar da hamısı güldür, çiçəkdir, təbiət motivləridir. Bir dizaynda isə təbii ki, belə bir pattern'i biz istifadə eləmirik. Photoshop'u yaradanlar, adobçular özləri öz dilləri ilə deyirlər ki, buranı boş verin, gedin özünüz sıfırdan bir pattern hazırlayın. Ona görə elə buradakı parametrləri gəlin özümüz sıfırdan bir dizaynerə lazım ola biləcək pattern timsalında baxarıq. Görək bu parametrlər nəyə cavabdehdir, pattern'də nəyi dəyişir. İstənilən anda biz ora yenə də geri qayıda bilirik. Onu da deyim, sonra keçək özümüzdən pattern hazırlamağa. Yəni bunun üzərində 2 dəfə tıklamaq kifayətdir ki, pattern fill pəncərəsi açılmış olsun. Bunu gəlin yığışdıraq, bu bizə lazım deyil. Özümüzdən pattern yaratmaq. Ümumiyyətlə pattern tapmağın qaydası bu. Sizə Google'da hansı mövzuda pattern lazımdırsa, həmin açar sözü dalıca pattern və bir də əgər bunların bir-birinə birləşməsi şovsuz, sərhədsiz olacaqsa, o zaman seamless terminində yanına əlavə edə bilərsiniz. Qabaqcadan artıq iki daha doğrusu formada, iki fərqli formada floral pattern, yəni gül çiçəkli pattern bura yükləmişəm. Tutaq ki də bir balış üzü dizaynı vermək istəyirsinizsə, o zaman bu patternlərdən yararlanmaq olar. Bunların ikisi bir də seamless termini hansı işə yarayır? Seamless pattern deyəndə, yəni şovsuz pattern deyəndə biz nəyə nəzərdə tuturuq və bu iki nümunədə siz onu açıq-aşkar görəcəksiniz. Gəlin elə birinci hansı ilə başlayaq? Birinci bu ilə başlayaq. Ümumiyyətlə bir patternin şovsuz olduğu, yəni onlar birləşəndə onların o birləşmə xəttləri hiss olunacaqmı? Bunu təyin etməyə rahat yollarından biri götürün şəkli, Ctrl-C eləyin ya da ki şəklin layerin duplikatını çıxartmağın yollardan birini də biz bilirdik. Altı basıb saxlayıb layeri sürüşdürün yana. Görürsünüz, onların birləşmə hissələri bilindi. Aboy, evə aboy vuranda sanki bu aboyların sərhəddi bilinibdir. Həmin o ustanın başına oynacarsınız. Bu da həmin şeydir. Bizə isə pattern bu şəkildə lazım deyil. O zaman yəni bu tipli görüntünü şovsuz, seamless pattern kimi istifadə etmək mümkün olmayacaq. Əslində nəzəri cəhətdən mümkündür, amma təbii ki, həddən artıq çox vaxt tələb eləyəcək. Amma eyni məntiqlə başqa bir güllü çiçəkli, yorğan döşək yüzünə yarayan başqa bir pattern'i götürək və elə gəlin sürətli şəkildə altla bir yerdə çəkək kənara. Görürsünüz, aboyların birləşmə hissəsi hiss olunmur. Bu təkcə üfüqi istiqamətdə deyil, şaquli üçün də keçərlidir. Gəlin baxaq, bəlkə bizim üfüqi istiqamətdə şov yaramadan, bəlkə aşağıda yaranacaq, gəlin yoxlayaq və sürüşdürürük aşağı, görürük ki, doğrudan da bunu hazırlayan kimsə ona halal olsun, yəni ki, şovlar bilinmir. Əgər qısa məsafədə cəmi 3-4 dənə şəkili birləşdirməklə belə yorğanınızı düzəldirsinizsə, o zaman yəni pattern bu ilə də bitmiş olacaq. Yəni buna görə pattern tool'a getməyə belə ehtiyac yoxdur. Amma biz bunu interaktiv eləmək istəyirik. Biz istəyərdik ki, istənilən ölçülü kanvasa rahatlıqla bu patterni tətbiq eləyək. Tamamdır. Gəlin digərindən xilas olaq. Biz bunu necə avtomatik həmin o gül çiçəkli patternin siyahısına davam eləyə bilərik. Ora əlavə eləyə bilərik daha doğrusu. Mənim patternim budur. Bunu böyütsəm artıq bilirik ki, keyfiyyəti bir balaca itə bilər. Ona görə gəlin fondan xilas olaq. Fonu yığışdıraq getsin və artıq hissələri götürüb yığışdıraq. Yəni mənim artboardum, canvasım ancaq bu şəkildən ibarət olsun. Hə, tamam, siz artıq crop tool'u bilirsiniz. Crop tool'u C hərfi ilə aktivləşdirərsiniz və ya gəlib burada manual bu alətin üzərində tıklayarsınız. Götürüb belə əllə artıq hissələri kəsərsiniz. Mən escape-i basıb geri qayıdıram, bir daha escape-i basıram. Amma bu boş hissələrin, pikselin iştirak eləmədiyi bu şəffaf hissələri atmağın rahat yolu da var. Bu halda image-ə girmək lazımdır və trim bölməsinə girmək lazımdır. Transparent pixel, yəni şəffaf piksellərin əsasında şəklimi kəssin, daha doğrusu aktiv piksellərə qədər artıq hissəni kəsib atsın bayıra. Mən bunu patternə çevirmək istəyirəmsə, edit, define pattern. Açılan bu sadə pəncərədə buna istənilən bir ad qoya bilərik. Adı olsun elə floral, qeyri-adi bir şey kəşf eləməyin. Tamamdır. Tutaq ki, yeni bir, hətta sıfırdan bir fayl yaradaq. Faylın ölçüsü nə qədər olsun? Olsun, tutaq ki, 2000 piksel. Klaviaturada tabı bir dəfə bastım, keçdim ikinci xanaya, 2000 piksel
və create elədim. Böyük ölçülü, kifayət qədər böyük ölçüdədir. Biraz uzaqlaşdıraq, bir fayl yarandı. Və bura fona pattern, həmin o gülçəkli pattern əlavə olunmalıdırsa, menyudan daxil oldum bu hissəyə. Pattern bölməsinə daxil oldum. Bizim bu mənasız gülçəkli, daha doğrusu yarpaqlı patternlərin əvəzinə artıq burada bizi gözləyən bu floral patternini istifadə edə bilərik. Bu başqa məsələ. Abo kimi bundan istifadə etmək olar. Biz bu patternın miqyasını artırıb azalda bilərik. Yəni daha biraz yaxından olsun və ya daha uzaqdan olsun. Təbii ki, bu qədər uzaqlaşdırmaq da lazım deyil. Bir də bucağını, istiqamətini də dəyişə bilərik patternin. Bu artıq bizim nə hazırlayacağımızdan asılıdır, ona bağlı olan bir şeydir. Patternlə bağlı Photoshopda bilməli olduğumuz bu əsas funksiya bu. Pattern necə əlavə olunur layerlərə və sıfırdan özümüz internetdən pattern tapıb onu patternlər siyahısına necə əlavə edə bilərik. Yəni bunu bilmək kifayətdir ki, Photoshopda pattern mövzusuna hakim olasınız. İnternetdən də bir daha xatırlayaq. Patternlər axtaranda yaxşı olar ki, arxasına seamless sözü də əlavə edəsiniz. Hər qabağımıza çıxan patternlərin də seamless olması şərtdir. Bunu təbii ki, ancaq Photoshopda test etməklə bilərik. Photoshopda pattern mövzusuna hakim olmaq üçün bütün mənim elədiyim bu şeyləri test edin, internetdən pattern tapın, onu patternlər siyahısına əlavə eləyin və onun parametrlərinə oynamağa çalışın, görək görüntü hansı formanı alacaq. Photoshopda növbəti mövzuda görüşənədək.